Orta xətti izah elədik. Orta xəttdən sonra da qeyd elədik ki, orta hissəni tapmanın ötürü oturacaqlar fərqinin yarısıdır. Orta xəttdən əlavə olaraq burada orta xəttdən yox, diaqonalların keçmə nöqtəsindən keçən parça var. Onunla bəzən şagirdlər qarışdırır. Yəni ki, onu deyim ki, diaqonalların kesişmə nöqtəsindən baxın, diqqət yetirin, orta xətt nədir? Aşağı hissədə keçib. Diaqonalların keçmə nöqtəsi amma buradadır. Ona görə də, yəni ki, mənim də çəkəcəyim parça orta xətt sayılmır. Bu isə sadəcə diaqonalların keçmə nöqtəsindən keçən parçadır. Bu parçanın uzunluğunu tapmaqdan ötürü oturacaqlardan birini qeyd eləyək A, birini qeyd eləyək B. Düsturu 2 vurulsun A vurulsun B bölünsün A plus B. Yəni 2AB bölünsün A plus B. Burada məsəl üçün, nümunə üçün göstərək. Məsələn, buranı verib 2, buranı verib 8. Düsturda aparıb yerinə yazacağız. 2 vurulsun. A-mız neçədir? 2-dir. B-miz neçədir? 8-dir. Aşağıda da oturacaqları cəmi. Oturacaqları cəmi 10. Aşağı hissədə isə 4 vur 8, 32. Bu şəkildə eləyəcək. Daha sonra bərabər yanlı trapesiya, yəni trapesiyanın növləri. Trapesiyanın növlərindən biri bərabər yanlı trapesiyadır. Bir dənə bərabər yanlı trapesiya çəkək. Aha, bərabər yanlı trapesiyada xassələr nədən ibarətdir? Yan tərəflər bir-birinə bərabərdir. Yəni adından da görsəndiyi kimi yan tərəflər bir-birinə bərabərdir. Buranı məsəl üçün yuxarına işarə edirik. Buranı məsələn M işarə eləyək. Burada olacaq M. Kiçik oturacağı A, böyük oturacağı B ilə işarə eləyək. Bir xassəsi yan bərabər. İkinci xassə oturacağı bitişik bucaqlar bir-birinə bərabərdir. Yəni bura məsələn 40 dərəcədirsə, bu hissədə 40 dərəcə olur. Bura 40 olanda demişdik ki, cəmi 180 olmalıdır. Bura olacaq 140. Bu hissələr də bir bərabər. Yəni oturacağı bitişik A-ya bitişik olanlar nələrdir? Yuxarı hissələrdir. B-yə bitişik olanlar aşağı hissələrdir. Yəni onlar öz aralarında bir-birinə bərabərdir. İkinci xassə nə oldu? Bucaqlar bərabər. Üçüncü xassə ondan ibarətdir ki, deməli, diaqonalları bir-birinə bərabərdir. Diaqonalını çəkək. Diaqonalları bir-birinə bərabərdir. Yəni uzunluqları bir-birindən eynidir. Və diaqonallar kəsişəndə yuxarı hissələr bir bərabər olur. Aşağı hissələr bir bərabər olur. Yəni nümunə üçün göstərsək, bunları əlavələri silək. Deməli, burada məsələn, bura 5-dirsə, burada 5-dir. Bura məsələn 12-dirsə, burada 12-dir. Yəni hamısı aşağı hissələr bir bərabər, yuxarı hissələr bir bərabər. Daha sonra deməli, diaqonalların bərabərliyini dedik. Trapesiyanın hündürlüyündən söhbət eləmişdik. Trapesiyanın hündürlüyü oturacaqlar arasındakı məsafədir. Burada göstərək indi. Oturacaqlar arasında məsafə. 2 dənə oturacağı var. Trapesiyanın hündürlüyünü çəkək. 2 dənə hündürlüyüdür və ikisi də bir-birinə bərabərdir. Trapesiyanın hündürlüyü bərabər yanlı trapesiyada bu oturacaqlarda müəyyən məsafələr ayırır. Bir məsafəsi budur, bir məsafəsi budur. Yəni bura məsələn 3-dürsə, burada 3-dür. Məsələn, qeyd olunur ki, kiçik oturacağı məsələn 4-dür. Böyük oturacağın ümumi uzunluğunu verib məsələn 12. Bura 4-dürsə, bu hissədə 4-dür. İndi 12 olduğuna görə 12-dən 4-ü çıxırıq, olur 8. 8-i də 2 bərabər hissəyə bölməliyik. Olacaq necə? 4, 4. Və yaxud da bir dənə də misal yazım. Bilin.
Məsələn, verib yuxarını 5, aşağını verib məsələn deməli 19. İndi yuxarı hissə 5-dirsə, ona uyğun paralel olan hissə 5 olacaq. 19-dan 5-ini çıxırıq, qalır 14. 14-ü də dedik ki, bunlar bərabərdir. Bu hissələr bir-birinə bərabərdir. 14-ü də 2-yə bölürük, olur 7. Burada 7 olacaq. Bu, yəni ki, bizə lazım olacaq nə zaman? Bəzən hündürlüyü verəcək sizə, hündürlüyün uzunluğunu verəcək, diaqonal uzunluğunu istəyəcək, onda istifadə edəcəksiniz. Daha sonra bəzi əlavə xassələr var. Əlavə xassələr nədən ibarətdir? Diaqonallar bir-birinə perpendikulyar olarsa, məsəl üçün, bərabəryanlı trapesiyadır. Bərabəryanlı trapesiyada diaqonallar bir-birinə perpendikulyardır. Yəni 90 dərəcə əmələ gətirib. Və burada xassə neydən ibarətdir? Hündürlük h bərabərdir orta xəttə. Orta xətti də m ilə işarələmişdir. O da nə idi? Əgər yuxarı B, yuxarı A, aşağı B olsa, A plus B bölünsün 2 üstəri ilə taxacaq. Yəni bu əlavə xassədir. Daha sonra düzbucaqlı trapesiya. Düzbucaqlı trapesiya nədir? Bir tərəfi, bir yan tərəfi oturacaqlara perpendikulyar olan, yəni düzbucaq əmələ gətirən. Yuxarı hissədə düzbucaq olur, aşağı hissədə düzbucaq olur. Və burada ondan əlavə olaraq qeyd edə bilərik ki, bunun hündürlüyü elə onun yan tərəfidir. Yəni ki, bura h qeyd edirik. Və bəzən suallarda qeyd olunur ki, testlərdə kiçik tərəf məsəl üçün 5-dir. Düzbucaqlı trapesiyada kiçik yan tərəf 5-dir. O zaman bilin ki, kiçik yan tərəf həmin bu perpendikulyar olan tərəfdir. Məsələn, buranı deyir 5-dir. Bu nümunə üzərində məsələn misal göstərək. Deyir ki, oturacaqlarından biri məsələn deyək 3-dür, biri 6-dır. Hündürlüyü də kiçik yan tərəfi də 4-dür. Deyir ki, böyük yan tərəfini tapın. Onda buradan bir dənə hündürlük endiririk. 3-dür deyə aşağı da 3 olacaq. Ümumi uzunluq 6 idi. 6-dan 3-ü bu hissə oldu deyə 3 də bura qalacaq. Bura əgər 4-dürsə, bu hissə də 4 olacaq. Görürsünüz, bir-birinə bərabər də paralel. Və burada düzbucaqlı üçbucaq yarandı. Bu hissədə düzbucaqlı üçbucaq yarandı. Düzbucaqlı üçbucaqda Pifaqor teoremini tətbiq edirik. 4-ün kvadratı üstə 3-ün kvadratı bərabərdir c kvadrat. Buranı c işarə edək. C kvadrat bərabərdir 25-ə, c də bərabərdir 5-ə. Yəni bu suallardan görəcəksiniz. Daha sonra onu qeyd eləyək ki, düzbucaqlı trapesiyada əgər diaqonallar bir-birinə perpendikulyar olarsa, hündürlüyü necə tapılacaq? Buranın h işarələsi, buranın a işarələsi, buranın b. H kvadrat bərabərdir a vurulsun b düsturundan istifadə olunacaq. Daha sonra deməli burada bəzən diaqonallar çəkiləndə suallar var, bəzi nümunə suallar. Diaqonallardan birini çəkərkən, məsələn, buranın bayaqları demişdik neçədir? 4-dür. Buranı 3 vermişdik. Diaqonal uzunluğunu tapanda yenə deməli h kvadratı buranı dəyişərliyək. H kvadratı plus a kvadratı. Yəni bura h demişdik, burada a demişdik. Pifaqor teoremi də yəni bərabərdir d kvadratına. Yəni 4-ün kvadratı üstə 3-ün kvadratı bərabərdir d-nin kvadratına. D kvadratı bərabərdir 20, 25, 25 yox, 16, 16 üstə 9, 25, d kvadratı bərabərdir 25, d də bərabərdir 5-ə. Buradan olur. Mövzuda xassələr çoxdur, ümumiyyətlə, qaydalar çoxdur. Amma ki, yəni, müəyyən qanuna uyğunluqla, burada dediyim kimi, perimetrin 4A olma şərti və yaxud da bucaqların 90 dərəcə olanda olma şərti, ona əsasən, müəyyən qanuna uyğunluğa əsasən yadda saxlamaq olar.